Yeni tikililərdə MTK-lar at oynadır. Bu fikirləri deputat Naqif Həmzəyev parlamentdə istilik təchizatı haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. Millət vəkili onu da əlavə edib ki, yeni tikilən binalarda mərkəzi istilik sistemi tələb kimi qoyulmalıdır. Ümumiyyətlə son zamanlar MTK-larla bağlı şikayətlərin sayı çoxdur. Şikayətlər əksər hallarda binanın inşası zamanı sakinlərə vəd edilən bəzi şərtlərin tam yerinə yetirilməməsi, liftin və ya istilik sisteminin düzgün işləməməsi və göstərilən kommunal xidmətlərin lazımi səviyyədə olmaması ilə bağlı olur. Elə Xətai rayonunun Nəcəfqulu Rəfiyev 25 və 25A ünvanlarında yaşayan bir çox sakinlər də ərazidə fəaliyyət göstərən Asra MTK-nın fəaliyyətindən narazıdırlar. Birincisi pul yığılır nağd şəkildə. Kommunal ödənişlər adı ilə, nə bunların burada post terminalı var, nə nağd şəkildə yığılır, necə xərcləyirlər, nə deyib, biz bir hesabat da vermirlər. Monitoring keçiriblər və qərar veriblər, məktub da veriblər ki, burada bir hadisə baş versə, bizim texnika bura girə bilməyəcək. Bizim texnika bura girməyəcək. Bu nə deməkdir? Demək, burada yaşayanlar təhlükə altındadılar. Yağış yağır, külə gəlir, pəncərə gedir 11-də, 17-də, mən də indi bildiklərim budur. Amma çox adamların evində elə suba belənçinə gedir, mümkündür də bir əncam çəkmirlər. Ne üçün biz bir ətək pul vermişik? Əvvəl 31 manat ödəyirdim. Sonra endirdilər 27 manat, qanunla 27 manat olmalıdır. Çünki kvadrata görə 27 manata. Sonra 20 manata düşdüm, dedim verməyəcəm. İndi vəbşə dedim ki, verməyəcəm, heç nə verməyəcəm. Servis yəni müqavilədəki kimi deyil. Yəni bunların göstərdiyi servis ancaq bu binanın yığışdırılmasıdır, belə deyək, mərtəbələrin yığışdırılmasıdır. Uşaqların oynayan meydançadır, o da yaman gündədir, onu da qalxıb çəkə bilərsiniz. Yəni o qədər də ürək açan deyil. Yəni neçə il bundan qabaq tikilmişdirsə, qoyulmuşdursa, yəni o vəziyyətdədir. Yəni yararsız haldadır. Sakinlər iddia edir ki, MTK binanın həyətində qanunsuz tikili inşa edib. Bax, bu gördüyünüz 2 mərtəbəli bina qanunsuz tikilidir. Şəhərsalmanın da məktubu var ki, yazıblar. Demək, bina və altındakı qarajlardır. Layihədən kənardır. Konkret yazıblar. İndi biz o işlə əlaqədar məhkəməyə müraciət eləmişik. İş dayandırılıb, ekspert rəyi alınacaq. Ekspert gəlib, onlar veriblər bir dənə çıxarış. Təsdiq eləməlidirlər ki, bu çıxarış budur, həmən tikintidir ya yox. Asra MTK-dan isə bildirildi ki, sakinlərin şikayətləri əsassızdır. Əvvəla kommunal xidmətin səviyyəsi, yəni 2 nəfərin, 3 nəfərin fikri ilə həll olunmur. Ona görə ki, burada çoxlu sakinlər yaşayır. 2 dənə binadır. Birində 153, birində 182 sakin yaşayır. Onlardan da, o sakinlərdən də bir neçə nəfər həmişə şikayət edirlər. O qalan sakinlər şikayət edirlər. İkincisi, müqavilədə göstərilən kommunal xidmətlər 100% olmasa da 70-80% yerinə yetirilir. Sakinlərin iddia etdiyi qanunsuz tikili məsələsinə gəlincə. O ki qaldı həyətə yanğın söndürən maşınların girməsinə. O hamısı fövqəladə hallarla, şəhər salma ilə razılaşdırılıb. Bütün layihə sənədləri var. Həmçinin bu tikintinin özünüz təsəvvür edin. Burada 2 mərtəbəli bu boyda tikinti qanunsuz tikilə bilərmi sizcə? Onun bütün layihə smeta sənədləri var, çıxarışları var. Bu məsələdə hansı tərəfin haqlı olduğunu bilməsək də, ortada bir həqiqət var. Yeni tikililərin əksəriyyətində ya vətəndaşlar MTK-dan narazıdır, ya da əksinə MTK sakinlərdən. Bəs MTK-larla sakinlər arasında mübahisəli məqamlar nə zaman yaranır? MTK-ların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri ilə əvəzlənməsi bu məsələni tənzimləyə bilərmi? Mübahisələrin hüquqi müstəvidə həll edilməsi mexanizmi nə zaman işə yaramır? Bugün sabahı saxlamadan mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışacağıq.